Deyir 30 neçə yaşım var. Hə, həyatda uğur əldə eləmək istəyirəm. İstədiyim yerlərə çatmaq istəyirəm. Mən də istəyirəm ki, mənim də deyir belə maşınım olsun, evim olsun, nə bilim nə olsun. Bilirsiniz necə? Dünyaya bağlı bir insan elə bilir ki, bunlarla hamısı ilə hər şey düzələcək. Korоче, illüziyalarda da sosialda yaşayır. Korоче, bu adam görür o blogerlərin çəkdiklərini və elə bilir ki, real həyat elə deyil, başqa cürdür vəbşə. Korоче, pis demirəm. Sadəcə başqa cürdür. Yəni real həyatda hər gün elənçinə söhbətlər olmur. Heç kimin buna axotu yoxdur. İnanırsınız, adam heç divandan durmaq istəmir. Addıxaç eləyəndə yox. Qalmışdı ki, bütün gün hardasa razvlikasiya eləmək. Nə demək istəyirəm? 30 neçə yaşım var, mənə deyirsən ki, srazu. Hə, mən də. Amma iddialıca da srazu. Heç suala cavab almamış. O saatda yazır ki, nə pulun var, nə param var, nə işim var, nə gücüm var. Kimsə gəlib sənin yerə işləməlidir. Bu nə düşüncədir? Arxuvu divandan qaldır, get işlə də. İşləyən insanlar səndən əski idi bəyəm. Necə yəni işim yoxdur, gücüm yoxdur? Niyə işləmirsən ki? İş yoxdur, yalandan demə iş yoxdur. İşçi tapmaq olmur bu dəqiqə normalına. Aydın olur sənə. Çünki gəlir 2 gün, 3 gün, 5 gün əlinə pul keçir, ya gedir alqaşlıq edir, ya da ki, çünki pulu idarə eləyə bilmir. Əlinə 5 manat pul gələn kimi adam zay oldu, getdi. Yəni, buna pul olmaz. Və bu nə düşüncədir? Sən 30 neçə yaşın var və sən mənə bunu yazırsan. Nə eləməliyəm mən sənə? Çeyniyib ağzıma qoymalıyam və yaxud da ki, mən sənə nə eləməliyəm? Saxlamalıyam mən sənə belə pis çıxmaz. Ayıbdır. 30 neçə yaşın var, böyük adamsan, necə deyirlər, sənin yaşındakilərin böyük ailəsi var artıq. Sən durmusan ki, burada bir özünü, bir dənə boğazını sən qidalandıra bilmirsən özünü. Yəni, bu belə olmur. Dostum, bu bilsən necədir? Bu bildiyin, sən qurban rolundasan, bu belə olmur. Sən gedib işləməlisən, çalışmalısan. Nədir, ofisiant işləyən adam səndən əski idi, mən də ofisiant işləmişəm. Xeyr ola, sən məndən artıq olansan bəyəm. Mən səndən əski olmuşam, mən ofisiant işləmişəm. Və yaxud da ki, mən kuryer işləmişəm. Hə, haradasa fəhlə işləmişəm. Mən səndən əski oğlan idim. Mənim də belimə qırıja çıxırdı, mənim də başım ağrıyırdı, mənə də soyuq idi. Mən də əziyyət çəkirdim. Ancaq bilsən nəyə görə? Kiməsə ağız açmayım. Durub kimdənsə nəsə istəməyim. Sən salam verməmiş başlamısan ağlamağa.